Bizim üçün 2011-ci ilin 2.4 arxa çəkən Ford Transit'ini çıxardırıq satışa. Avtomobilimizin ili 2011-ci ildir. 2.4 motordur, arxa çəkəndir. Motor, korobka avtomobil sahibinin verdiyi məlumata əsasən birmənalı olaraq avtomobilimə cavabdəyəm deyir qardaş. Arxa qoşa rama yığılıb, gördüyünüz kimi avtomobilin hal-hazırdakı uzunluğu 3.80-dir və qardaş qeyd edir ki, istəsələr 4.20-yə qədər avtomobilin arxası uzanar. Sənədlər tam qaydasında, yığılmağı, tək arxanın yığılmağı 5000-ə başa gəlib və 1000 manat əlavə olaraq sənədlərə qeyd olunub. Portlu, tentli bütün sənədlər tam qaydasındadır. Motor, korobka bir daha qeyd edirəm. Əla vəziyyətdə, avtomobildə udardan qəti söz gedənməz. Bütün təkərləri salafandır. Salon səliqəli vəziyyətdədir. 180.000 orijinal probekt avtomobildə. Özünə ideal Ford Transit axtaranlar buyurub yaxınlaşa bilər. Belə avtomobillərin bazar qiyməti minimum 32.000-dən başlayır. Çox təcili satılmalıdır avtomobil. Cəmi 25.900 avtomobil sahibi 4 manat zəhmət haqqı ilə buyurub yaxınlaşa bilərsiniz.